Wikipedia yalnız böyük məlumat bazası deyil, həm də onu dəstəkləyən mürəkkəb texnoloji infrastrukturla seçilir. Onun proqram təminatı həm açıq mənbəli, həm də istifadəçi və icma yönümlüdür. Bu da platformanın şəffaf, davamlı və çevik inkişaf etməsinə imkan verir. Wikipedianın işləməsi üçün əsas proqram təminatı MediaWiki adlanır və bu proqram layihənin texnoloji əsasını təşkil edir. MediaWiki, Wikipedianın və digər Wikimedia layihələrinin işləməsini təmin edən açıq mənbəli veb proqram təminatıdır. Bu proqram PHP proqramlaşdırma dilində yazılıb və məlumatları saxlamaq üçün əsasən MySQL və ya MariaDB verilənlər bazasından istifadə edir. MediaWiki-nin icma və hüquq idarəetmə sistemi istifadəçilərə müxtəlif hüquqlar verir. Sadə redaktordan administratora qədər müxtəlif rollar mövcuddur və bu sistem Wikipedianın təhlükəsiz və davamlı işləməsini təmin edir. Proqram təminatı modullar və uzantılarla genişlənə bilir. Məsələn, riyazi düsturları məqalələrdə göstərmək üçün Maths uzantısı mövcuddur. Wikipedianın texnoloji arxitekturası yalnız MediaWiki ilə məhdudlaşmır. Ən çox baxılan səhifələrin sürətli yüklənməsi üçün müxtəlif keş sistemləri, səhifələrin sürətli tapılması üçün sürətli axtarış mühərrikləri istifadə olunur. MediaWiki-nin inkişafı Git versiya nəzarət sistemləri ilə idarə olunur. Bütün dəyişikliklər əvvəlcə test mühitində yoxlanılır və yalnız təsdiqləndikdən sonra əsas serverlərə tətbiq edilir. Təkrarlanan işləri və məzmunun avtomatlaşdırılmasını təmin edən botlar da mühüm rol oynayır. Bu botlar Python, PHP və ya JavaScript ilə yazılır və MediaWiki API vasitəsilə işləyir. Wikimediada tapşırıqların izlənməsi üçün Fabrikator adlanan Task Manager-dən istifadə olunur. Burada adi istifadəçilər Wikipediada və ya digər layihələrdə qarşılaşdıqları xətaları bildirə bilirlər. Fabrikator eyni zamanda Wikimedia fondunda çalışan proqramçıların görəcəyi işləri qeyd etdikləri platformadır. Bunun sayəsində hər kəs Wikipediaya əlavə olunacaq funksiyalardan qabaqca xəbər tutmaq imkanına malikdir. Böyük təşkilatlar üçün nəzərdə tutulan Wikimedia Enterprise xidməti isə kommersiya vasitəçilərinə Wikimedia məlumatlarına adi strukturdan fərqli olaraq daha etibarlı və sürətli giriş təmin edir. Google və sair kimi şirkətlər müxtəlif məqsədlər üçün, məsələn, süni intellekti inkişaf etdirmək üçün bu xidmətə abunə olublar. Wikimedia həmçinin bulut əsaslı xidmətlər və xüsusi server infrastrukturu təmin edir. Toolforge və CloudVPS kimi platformalar istifadəçilərə və proqramçılara öz skriptlərini, botlarını və kiçik tətbiqlərini Wikipedia məlumat bazası ilə inteqrasiya etməyə imkan verir. Wikipedia və MediaWiki-nin açıq mənbəli olması hər kəsə proqram təminatına baxmaq, onu təhlil etmək və inkişaf etdirmə imkanı verir. Eyni zamanda açıq mənbə yanaşması layihənin texniki bazasının qlobal miqyasda əlçatan olmasını mümkün edir. Beləliklə istifadəçilər və proqramçılar eyni vaxtda platformanın təkmilləşdirilməsinə töhfə verə bilirlər.